Bura Yeni Günəşli qəsəbəsidir. 279 nömrəli tam orta məktəbin qarşısındayıq. Biz bu məktəbdə fəaliyyət göstəririk. Məktəb 1987-ci ildən fəaliyyətə başlayıb. 2011-ci ildə Prezident sərəncamı ilə ilin ən yaxşı məktəbi mükafatının adına layiq görülüb. 2012-ci ildən isə məktəb Prezident sərəncamı ilə əsaslı şəkildə təmir olunur. Məktəbdə 1000-ə qədər uşaq təhsil alır. 100 nəfərdən çox müəllim pedaqoji fəaliyyətlə məşğul. Biz istərdik ki, sizi öz məktəbimizlə tanış edək. Məktəbimizə xoş gəlmişsiniz. Sağ olun. Məktəbimizin hər gün bu qaydada məktəbimizdə növbətçilər fəaliyyət göstərir. Bura milli liderimiz Heydər Əliyev adına muzeyimizdir. Muzeydə kiçik tədbirlərimiz, konferanslarımız, dəyərli masalarımız keçirilir. Gəlin məktəbimizin sıra sinif otaqlarından tanış olun. Məktəbimizin bir çox siniflərində prometan lövhələrdən istifadə olunur. Dərs bu sistemlə tədris olunur. Gəlin də o otaqlardan birinə daxil olaq. Считающие согласны, что мне назовет? Artıq 2 ilə yaxındır ki, biz dərslərimizi prometan lövhə vasitəsilə keçirik. Prometan lövhə bizə uşaqlarımızın təhsilində çox böyük kömək olur. Bu prometan lövhənin köməyi əyani vəsait kimi istifadədə böyükdür. Ümumi isimlər, xüsusi isimlər. Kim deyər? Ümumi isimlərdir, xüsusi isimlərdir. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən niçin Məktəbimizdə sağlam təhsil sinifində fəaliyyət göstərir. Biz sizi həmin siniflə tanış etmək istəyirik.
Sağlam təhsil layihəsində uşaqların həm sağlam inkişafında, həm də sağlam təhsil almalarına müsbət təsir göstərir. Open my eyes, look to the sky. Oh, it's a sunny day. The world is looking so bright. What a surprise. Oh, it's a sunny day. Oh, 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 oh. Give me, give me, give me, give me what I want. I want sunshine, sunshine. Give me, give me, give me, 'cause it's been so long. I want sunshine, sunshine. Asudə vaxtlarımızda məktəbimizin şagirdlərinin və müəllim kollektivinin dincəldiyi bağımız. İndi isə sizi məktəb şagirdlərimiz asudə vaxtlarında mütaliə ilə məşğul olurlar. Məktəbimizin kitabxanasında 12 mindən artıq kitab var. Bunun bir hissəsi bədii ədəbiyyatdır. Bədii ədəbiyyatla uşaqlar asudə vaxtlarında gəlib məşğul olurlar. Qalan vaxtlar isə uşaqlar tədbirlər keçirilir. Bu tədbirlərdə iştirak edir. Məktəbimizdə tez-tez tədbir olur. Kitabxanada olan tədbirlərdə də uşaqlar iştirak edirlər. Dərslikləri ilin əvvəlində paylayırıq. Dərsliklərlə bütün məktəb şagirdlərimizi təmin edirik. Məktəb illəri ömrümün ən şirin Kadrlardan göründüyü kimi məktəbimiz tamamilə gün çiçək içərisindədir. Fayelərdə gördüyünüz bu gülləri uşaqlar, müəllimlər özləri əkib becərmiş yolda qulluq edirlər. Və bu hər birimizə böyük zövq verir. Uşaqların təlim tərbiyəsində, estetik dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Məktəbimizdə bir neçə kompüter otaqları var. İnformatiya dərslərimiz bu otaqlarda keçirilir. Hal-hazırda 3-cü sinif şagirdləri dərs alır. Məktəbimizin qabaqcıl müəllimələrindən biri təlimçi müəllim Gülnarə Cabbar. Mən bu dəqiqə burada 3-cü siniflərdə yazı işi aparılır. Birisi summativ qiymətləndirmə keçirilir və uşaqlar sərbəst bu mövzuları işləyir. Məktəbimizdə çoxlu qabaqcıl müəllimlər fəaliyyət göstərir. Məktəbimizdə 2 əməkdar müəllim, 2 tərəqqi medallı müəllim fəaliyyət göstərir. Həmin müəllimlərdən biri də məktəbimizin ingilis dili müəlliməsi Səidə müəllimədir. Biz indi onun növbəti dərsindəyik. Mən artıq 96-cı ildə, 1996-cı ildə bu məktəbdə fəaliyyət göstərirəm. Fəaliyyət müddətində hörmətli prezidentimiz İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təqdim olunmuşam. Sözsüz ki, əlbəttə bu mənə böyük məsuliyyət qoyur çiynlərimə. Mən bundan sonra da qalan fəaliyyətimi də, yəni şərəflə, insanla yerinə yetirməyə çalışacağım.
Məktəbimizdə 2 tarix muzeyi fəaliyyət göstərir. Bu muzeydəki eksponatları məktəbimizin şagirdləri və müəllimləri yay tətili zamanı ayrı-ayrı rayonlardan, bölgələrdən toplayıb gətirmişlər. Muzeyimiz ildən ilə zənginləşir eksponatlarla. Qeyd etdiyim kimi məktəbimizdə çoxlu qabaqcıl müəllimlər var. Onlardan da biri 2004-cü il prezidentimizin sərəncamı ilə əməkdar müəllim adını qazanmış Məmmədova İsmira Əziz qızıdır. İsmira müəllimə riyaziyyat müəllimidir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olur. Mən hesab edirəm ki, mənə verilmiş bu ad bütün kollektivə verilmiş addır və bu adı doğrultmağa həmişə çalışmışam. Məktəbimizin idman zalıdır. İdman dərslərimiz burada keçirilir. Məktəbimizdə tez-tez məktəblər arası, siniflər arası idman yarışları keçirilir. İdman zalımız dərslərin səmərəli keçməsi üçün bütün idman ləvazimatları ilə təmin edilir. Dur. Şurada nefes al. Nefes al. Nefes ver. Gördüyünüz bu güşə isə məktəbdə təbiəti sevənlər güşəsidir. Bu otaq isə bizim məktəbimizin texnologiya kabinetidir. Burada sərgilənən bütün eksponatlar, bütün bu əl işləri qızlarımız tərəfindən hazırlanıb. Tez-tez rayon sərgilərində, müsabiqələrdə bu eksponatlardan istifadə olunur. Bu işdə çox böyük zəhməti olan Zenfira müəllimənin əməyini də qiymətləndirmək lazımdır. Hal-hazırda burada 7-ci B sinif şagirdlərinin dərsidir, texnologiya dərsidir. Gördüyünüz bu işlər şagirdlərimizin əl işləridir. Mən çox razıyam qızlarımdan. Necə öyrətmişəmsə, elə də gözəl formada işləyib ortaya işləri çıxardılar. Məktəb rəhbərliyi də, ümumiyyətlə sərgilərdə də həmişə onların işləri xüsusi qiymətləndirilir. isə bizim əsaslı təmirdən sonra yenidən fəaliyyət göstərən akt zalımızdır. Bu akt zalında biz tez-tez müntəzəm olaraq tədbirlər keçiririk. Bu akt zalında böyük şairlər, dahi sənətkarlar qonaq olublar. Bunların sırasında Zəlimxan Yaqubu, Bəxtiyar Vahabzadəni, böyük bəstəkarımız Tofiq Quliyevi, Cavanşir Quliyevi və bir çox sənətkarların adını çəkə bilərik. İndi hal-hazırda göründüyü kimi uşaqlar yeni tədbirə hazırlaşırlar.
ayda məktəbimizdə Əlifba bayramı keçirilir. Resul da gelsin ya. Resul sen de gel. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri her anı bir ömre beraber seyirli günleri en temiz arzulu günleri mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri her anı bir ömre beraber seyirli günleri en temiz arzulu günleri. Biz sizi məktəbimizlə tanış etdik. Məktəbimizlə daha yaxından tanış olmaq istəyənləri məktəbimizə dəvət edirik.